Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Xoş gördük hər birinizi. Bu günlərim sizlə Azərbaycan dili üzrə bir mətn sualına baxacağıq. Bundan sonra çalışacağım ki, Azərbaycan dilindən bağlı həftə ərzində bir neçə dənə sual paylaşım sizin üçün. Bu günlərim sizə seçdiyim sual müəllimlər işə qəbul imtahanında 2025-ci ildə düşmüş mətn sualıdır. Sualla tanış olaq. Yəqin ki, imtahanda iştirak edənlər bu sualı xatırlayacaq. Barbət musiqi alətindən bağlı bir mətndir. Barbət mizrapla çalınan musiqi alətidir. Bu tipli alətlər sırasına aid edilən barbətin gövdəsi böyük, qolu isə uzundur. Yəni ud musiqi alətini nəzərinizdə saxlayın. 16-cı 17-ci əsrlərə kimi Azərbaycanda istifadə olunmuş, mizrapla çalınmışdır. Əsasən saray musiqi aləti sayılan barbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin yaradıcılığında da ətraflı məlumat verilib. Tarixi mənbələrdə, eləcə də Nizaminin yaradıcılığında. Deməli, burada bu haqda məlumatı biz həm tarixi mənbələrdən alırıq, bu musiqi aləti haqqında, həm də Nizaminin yaradıcılığından. Məlum olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqiçisi, mahir ifaçısı barbət olmuşdur. Əsasən, saray məclislərində istifadə edilən barbətlə çəng birlikdə gözəl səslənilmiş. Yəni, elə bir ki, musiqi alətlərini bir-biri ilə bir yerdə ifa edilirmiş. Məsələn, necə ki, tar, kamança, qavalla bir arada ifa olunur. Bu da bir növ desək ki, barbətlə çəng adlı musiqi aləti bir yerdə ifa olunur. Bu musiqi aləti ilə bağlı məlumatlar yalnız elmi mənbələrdə, daxil Nizaminin yaradıcılığında da olur. Buna görə bu səhvdir. Alətin adının etimologiyası onun yaradıcının şərəfi ilə verilməsi təsadüfi xarakterdə. Təsadüfi deyil, çünki onu yaradan adamın adı ilə onun ilk dəfə ifaçısı olan, ya da doğrusu musiqi alətinin adı oxşardır. Demək, təsadüf deyil bu. Ona uyğun veribdir. Necə ki, yaradıb, ona uyğun. Başqa musiqi aləti ilə forma xüsusiyyətini, müqayisəsini görə bilirik, bəli. Çünki o da ud tiplidir, o da oxşuyur. Gövdəsi böyük, qolu isə uzun. Bu cavablardan biridir. Bir əsr müddətində istifadə olunan bu alət sonradan populyarlığı itirib. Güya 16-cı 17-ci əsrdə olubdur, başqa əsrdə olmayıbdır. Demir, elə demir. Deyir ki, 16-cı 17-ci əsrdə qədər Azərbaycanda istifadə olunur. Buna görə bu səhvdir. Saray musiqisində alətlərin kombinasiyası və ansambl mövcud olmuşdur. Bu düzdür. Çünki barbətlə çəng birlikdə gözəl səslənirmiş deyəndə kombinasiya, yəni bir arada istifadə etmək var imiş. Cavab olur. 3 və 5 B variantı doğru cavabımızdır. Belə, bu sual haqqında bu qədər. Növbəti sualda görüşərik. Sağ olun.